dostlar, hamınız Rusiya İmperiyası ilə Varnament serimizin 5-ci bölümünə xoş gəlmişsiniz. Artıq elədiyimiz serilərdən Rumıniya serisi yadınızdadır ki, maksimum 4 seri eləmişdik. 4 bölüm eləmişdik. Artıq normaldakı vaxtımızı keçdik. Artıq 10-11 seri eləmək fikrim var. Yəni bölüm. Yadınızdadır ki, son bölüm İranla savaşaraq onun torpaqlarının böyük bir hissəsini almış və onu Cənubi Ağqoyunlu dövləti sərhədlərinə qədər sürmüşdük. Və en son Ermənistanı fəth eləmişdik. Oyundan çıxanda bir tur uzaq geri gedir demişdim axı. Ona görə indi bir dənə tur atlayaq, Ermənistan da öz-özünə gedəcəksiniz da bir ordumuz var idi. En son yadınızdadır ki, İranın böyük bir hissəsini fəth eləyərək imamların torpağına girmişdik və Cənubi Azərbaycan və Xəzər dənizi sahillərinin Məzəndəran, Gilan, Lahican bölgəsini fəth eləmişdik. 4-cü bölümə baxmısınızsa yadınızdadır. Rusiya İmperiyası serisini biz yürüdə bildik. Yəni, yaxşı gedirik. Əladır. Ona görə tez bitirmək istəmirəm. 6, 10, 1 zat. Belə. Çox qoyacam. Bir də yadınızda ki, 3-cü bölümdən, 2-ci bölüm çəkəndən sonra lap yaxşı. Bunu tərhiz eləyək. Nə deyirdim? En son yadınızdadır ki, rayondan gəlmişdim. Nəysə. Başlayın. Bir dənə baxmaq yadımdan çıxdı. En son yadınızda ki, rayondan gəlmişdim. İkinci bölümü çəkəndən sonra rayondan gəldim mən. Ondan sonra dayı oğlumla oynayamadım. İndi dayı oğlum 4-cü bölümün yorumuna yazıb ki, böyük bir ordu yıxaraq Alman İmperiyasına hücum elə. Əslində məntiqlidir. Yəni, əslində məntiqlidir çünki Qərbi Avropa zat bölgələrində gücümüzü möhkəmləşdirmək və bərabərliyi yaratmaq üçün əslində eləyə bilərik. Məntiqlidir. Bəli, məntiqlidir. Nəysə. Dediyim kimi, əslində məntiqlidir. Biraz fəth eləməyə başlaya bilərik. İndi o vaxta kimi tez bir zamanda biz kimi fəth eləyək. Yolumuzun üstündə kimisə fəth eləyək. İsveç'i fəth eləyək. Amma İsveç o qədər da asan da olmayacaq. İsveç balaca torpaqlar, əyalətlərdən ibarətdir. Ona görə yolumuzun üstündə daha balaca bir dövləti yiyib. Bəlkə Yunanistanı yedik. Hələ Yunanistanı yiyəcəm. Yemək mən aslında anladığından əmanda deyirəm. Burada da bir dənə 5.000. 59.000 pulumuzun hamısını verdik. Onsuz da gəlirimiz o qədər çoxdur ki, pulumuzun nətər deyimi, gəlirimiz o qədər çoxdur ki, bütün pulumuzu versək növbəti turda 50.000, 59.000 verdik. Verdiyimiz pulun yarısı toplanacaq ora. 1/4 toplanır. Pul verdik, pulumuzun 1/4 növbəti turda toplanır. Gəlirimiz o qədər çoxdur ki, Rusiya İmperiyası olaraq və bununla fəxr eləyirik. Böyük bir dövlətik. Böyük bir dövlət olduğumuz üçün böyük bir dövlət olduğumuza görə gəlirimiz tez gəlir. Bir dəqiqə dostlar, ayarlardan nəysə dostlar, buradakı ordumuz da yığıldı. 5.000 ordunu yerinə gətirək. Saldırma taktimizin vaxtı, saldırmazlıq taktimizin vaxtı bitibsə təzdən təzələyək. Ona əlaqələrimizi yaxşılaşdıraq. İyi videoya görə oyunumuzda.
Buradakı ordumuz 9000'ə dönəcək. 9000'ə çevriləcək. Biz də heç olmasa gedək Yunanistanı fəth eləyək, düz demirəm. 9000'lik ordu ilə Yunanistan fəth əslində məntiqlidir. 9000 ordu ilə fəth eləmək olar yəqin Yunanistan məntiqini. Yəni mən yenə də kənara biraz ordu qoymaq var. Aha. Nəsə baş verdi. Bax. Mənə savaş elan edirlər. Necədir və Hasa əmirliyindən nə iş ola bilər? Nəysə. Sinirim bozuldu. İtaliya ilə də savaşdayım ki mən. İtalya ilə də savaşdayım ki mən. Hala Yunanistan nədir? İtalya'yı. Ay, sənin mənlə nə işin var idi ki, gəlib mənə savaş elan eləyirsən? Ha, bala. İtalya mənə niyə savaş elansın? Nədir və Hasa əmirliyinin məndən nə iş ola bilər ki? İtalya mənə nə ola bilər? Ən zahid gəmi ilə izah o da şey hiç de düşünmüyor. Olsun neyse biz işimize bakaq da. Elə gidəcək savaş elanları ilə yapacaq vaxtımız yox. Ən yaxşısı biz Yunanistanı işğal eləməyək. Müttəfiq ya da eləyək. Bizim müttəfiqlərimiz onun da müttəfiqlərdir. Ona görə heç biri mənə köməyə gələ bilməz. Mən heç kimi çağıranmaram, o da heç kimi çağıranmaz, amma yenə də mən Avstriya Macaristanı çağıra bilərəm, nə olursa olsun. Barış nədir? Bu dəqiqə savaş elan eləmişəm, mərkəz barış. Avstriya Macaristanla Serbiya müttəfiqlərdir, ona görə mən onları çağıra bilərəm. Vuracağım da, Qalanı da bilsin. Bəli. İndi növbəti turda güman ki, Trakiyanı və Tesaloniki şəhərlərini tamamilə fəth eləmiş olacağıq. Artıq Ege dənizinə də çıxmış olacağıq. Böyük bir dəyişim olacaq. Yunanistanı fəth eləmiş olacaq. Yunanistanı fəth eləməklə fikrimiz budur ki, Ege dənizinə çıxmaqdır və əgər bacara bilsəm sadəcə Trakiyanın Tesalonikini alacağım. Yəni indi işğal elədiyim ərazilərdən başqa heç bir ərazi almaq istəmirəm. Bu qədər ərazidən başqa bir ərazi mənə ehtiyac yoxdur. Çünki çox ərazi başıma dərdə soxa bilər. Saldırganlığım çoxala bilər, ona görə Allah oyun biraz dondu gözüm. Barışmaq olur mu? Yox, olmaz. Barışmaq olmasa bizdən ağaraq. Hamısını işğal eləyəcək bizdən ağaraq. İrandakı kimi məcbur deyilik barış eləməyə, ona görə İrandakı kimi məcbur deyilik, deyim mi? Hamısını fəth eləmək. Hamısını fəth eləmək. Nəsə
Neyse dilim karıştı dostlar, biraz saçtım, ona göre biraz dilim karıştı. Qəribə bir cümlə oldu. Yəni elə bil bizi başa salacağım. Yəni ki İranda hamısını fətələməyə ehtiyac yox idi. Ona görə məcburən barış imzaladıq. Lazım olan torpaqları aldı, amma Yunanistanda belə deyil. Hamısını ala bilərik. İstəsəm alaram. İranda istəmədim, amma Yunanistanda istədim. Çünki Yunanistan torpaqları daha əlverişlidir. Yəni Aralıq dənizinə çıxır. Belə deyək. Aralıq dənizinə çıxır. Ona görə əlverişlidir. Aha. Ayda tur çox gec atlayır. Aha. Ne boş verir. Ben özüne gelsin oyun. Aha. Balaca bir problem oldu. Yunanistan'la barış ediyor. Burada ordu koymayacağıq. Yine bir dənə bağımsız dövlət yaratmalıyıq, hə? Yaratmasaq olmur. Yine deyəsəm Polşa yaradaram. Yine fəth eləyərəm Polşanı, eybi yox. Toskana nədir? Neyse. Ara götürdüm. Ordum oradadır. Yani bu orduna erdim tezcə. Tezdə erdim. Həm də buradan. Nice. Bax belə daha yaxşıdır. Səs zat gəlmir. Birinci tezcə bura bir dənə 5000 bəsdir. 5000 ordu. Sərhədlərə 5000 ordu, hamısına 5000'lik ordular qoysam 5045. Aha. Yaxşıdır bu. 5000. Hamısına 5000 geçsək yaxşıdır. 5000. Bura. Yine 5000. Güman ki pulun hamısı çatmayacaq. Onda gözləyək pulumuz biriksin. Düzəldərik. Pulumuz biraz biriksin.
5000 hər yerə döşəyək orduları tezdə Almaniyaya savaş elan eləyək. Bu serini qutarandan sonra dayanmaq fikrim yoxdur. Bəlkə Age of History 2 Light Zat serisi eləyərik sizlə. Ya da Country Ballsat, Warzat. Səsə qoyaram da. Kim nə qədər istəsə, nə qədər çox səs onu toplas. Yəni, nə qədər çox səs toplayan olsa, ondan eləyərəm. Aha. 5000'lik ordunu burada qoyaq. Son 2 dənə qaldı. Yox. Tura atlayaq, gözləyək. Havada son vaxtlar isti keçir, əgər fərq eləmisinizsə. Dünyada hələ də kaosun içindədir. Avropa xəritəsi çox dəyişməyə uğradı. Nə bilim, İtaliyada orada Toskana deyə bir şey formlayırlar. Deyəsən, İtaliya kiməsə məğlub oldu. Toskana deyə bir şey. Bir dövlətin müstəqil elədilər. Orada Toskana getdi. İtaliya aldı. 910 olmasın. 328 olsun. Son bir dənə sərhəd qaldı. Ora eləyim, yoxsa eləməyim. İnşallah eləməyim. Bütün pulumu versəm. Yox, 2000 olur. Yenə tur atlayıq, gözləyək. Gözləyirik də, görək hara qədər gözləyəcəyik. Polşanı da ikinci dəfə müstəqil elədik, məcbur. Yenə Polşanı elədim, çünki fəth eləməsi asandır. Ona görə Polşanı elədim. Ermənistanı yeni eləmək istəmədim. Ona görə Polşanı elədim. Problem yoxdur məncə çox, hə? Nə deyirsiniz? Deyəsən, Alman imperiyasının fəthini gələn bölmə saxlayacam. Amma bilmirəm hələ. Deyənmərəm. Bütün ordular yığılsın. Bütün ordular yığılsın, gözləyirəm. Bu botların bekleniyor yazır. Orada çox vaxt çəkir. Çünki bütün oyundakı bütün AI'lar, botlar işini görsün. Ondan sonra yerdə. Ona görə əsas turun vaxtını alan o botların bekleniyor sözüdür. Əsas məsələ odur.
Hələ iki tərəfdə yığılmayıb. Gözləyək oralarda da yığılsan. Bir dənə görək neçə dəqiqə keçib. 14 dəqiqə deyirsə bir 16-17 dəqiqə zat keçmiş olar. Çünki orada yetəri qədər demir. Mən bilirəm, onun hiləsi var. Deyəsən, yetəri qədər, nə qədər vaxt keçdiyini tam demir. Düz demir. Aha, 2 dənə mesaj gəlib. 2 dənə mesaj. Ümid edirik ki, nəsə savaş elanı satdı. Onsuz da videomu bitirirəm. Lazım deyil sən Allah savaş zat. Aha, tur tezcə atlasın, görək o mesajlar nədir. Deməli, Birləşik Krallıq sizdən müttəfiq anlaşmalar. Bizə dəqiqə. Bizə dəqiqə Britaniya. Görüm Alyaska hələ də mənimdir. Yox. Onda hə, olar. Olar. İtaliya o da olar. İtaliya ilə barış eləyim. Qəbul elədim. Qəbul eləyirəm. Onsuz da itirəcək heç nəyim yoxdur. Mən heç nə eləyənməz. Ən azı bu yandan hücuma keçə bilər. Amma məncə xəritəni bu yanından vurub bu yanından keçmək mümkünsüzdür. Elə bir şey olmurdu məncə oyunda. Bir turda atlayaq. Bir dənə sərhəddəki ordular tamamlansın hamısı. Yəqin ki 1-2 tur qalıb. Yenə deyirəm. Varnamenti yaradan Mojank. Mojank nə idi? Bağışlayın. Varnamenti yaradan Lukas. Bir zəhmət. Bu tam dünyada elə ki tur tezcə atlasın. Euro 4 ya da Avropa xəritələrindəki kimi ya da Amerika xəritələrindəki kimi. Belə tezcə atlasın da ürəyimiz sıxılır belə gözləyənə qədər. Yəni biraz problem olur adama. Hə? Ordu tamamlandı. Görək nə qədər keçib. Hə? Sərhəddəki orduların hamısı tamamlandı. Nihat, bağışda bu bölümlük Yunanistanla savaşdım, bacaramadım. Yəni ona görə indi fat eləyəməyəcəm. O versi bölümü gözləmək məcburiyyətində qalasın. Nəysə, sağ olun dostlar, salamat qalın.